Qarabağ mövzusu qapanıb bizim üçün. Ərazi bütövlüyü. Amma Rusiya qapatmaq istəmir. Bax, məsələ də ondadır da. Ərazi bütövlüyümüzü təmin etmişik. Arada hansısa bir məsələ olanda Ermənistanla birbaşa müzakirə edirik. Heç bir problem yoxdur. Ona görə bizim üçüncü tərəfə ümumiyyətlə ehtiyacımız yoxdur. Hələ Rusiyaya ümumiyyətlə ehtiyacımız yoxdur. Amma Putin dünyaya göstərmək istəyir ki, mən buradayam. Rusiya buradadır. Yəni bu münaqişə tərəflərinin arasında mən varam. Münaqişə yoxdur. Çoxdan bitir. Qapanıb söhbət. Yoxdur. Ermənistan deyir ki, bu məsələ mənim üçün bitib. Azərbaycan üçün də təbii bitib. Putin istəyir ki, sülh müqaviləsi Moskvada imzalasın. Bəli, biz də onu istəmirik. Əsla. Rusiyaya o şansı vermək olmaz. Ümumiyyətlə mən bir dəfə də sizin verilişdə dedim. Azərbaycan prezidenti ilə Ermənistan baş naziri mən elə gəlir ki, öz aralarında anlaşıb o müqaviləni Şuşada imzalaya bilər. Bu sülhü daha da sürətləndirər. Həm də Şuşada o müqavilə imzalansa bütün dünyanın diqqəti orada olacaq. Media filan. Onlar görəcəklər ki, Azərbaycan torpağını azad etdikdən sonra nə qədər quruculuq işləri görüb. Nə qədər oranı çiçəkləndirib. Bu Ermənistan cəmiyyətinə və bütün dünya ermənilərinə də bir mesaj olacaq ki, Azərbaycan qurucu dövlətdir. Dağıdıcı deyil. Yəni onlar onda anlayacaqlar ki, daşı ətəyimizdən bir dəfəlik tökməliyik. Tökməyəcəklər, amma ən azından anlamış olacaqlar. Yəni Rusiya bu oyunlarda bundan sonra əsla Cügər düzündə yallı gedib Qarabağ Ermənistanda nöqtə deyən Paşinyan Şuşada gəlib müqavilə imzalayar. İmzalayar. Mən Paşinyanda o sifəti görürəm. Vallahi sizi əmin edirəm ki, onu bir prezident İlham Əliyev onu Bakıya, Şuşaya, Qəbələyə hara desən dəvət etsə, vallahi billahi uça-uça gələr. Həvəslə gələr. Çünki onun özünə də Azərbaycan maraqlı deyə. Çünki Azərbaycan dünyaya səs salmış bir dövlətdir. Nəyi ilə səs salıb Azərbaycan? İnkişafı ilə. Azərbaycan kökündən dəyişmiş bir dövlətdir. Baxmayaraq ki, 30 ilə yaxın torpaqlarımız işğal altında olub. 1 milyona yaxın qaçqın köçkün bəsləmişik. Bu pul deyə hamısı. Dövlətin puludur. Azərbaycan buna baxmayaraq bu qədər inkişaf edib, irəli gedə bilir. Bu ermənilər üçün də maraqlıdır. Ona görə mən düşünürəm ki, Paşinyana o təklif edilsə, o imtina eləməyəcək. Düzük gəlirəm. Niyə də gəlməsin? Nə var ki, orada artıq biz o qapatmışıq da, müharibə mövzusunu qapatmışıq. Biz sülh səhifəsini açmışıq. Olsun, gəlsinlər, imzalasınlar, Şuşada imzalansın. Ondan sonra Azərbaycan prezidenti misal üçün Zəngəzura getsin, babasının qəbrini ziyarət eləsin. Bunu da istifadə eləyək iki xalqın yaxınlaşmasında. Nə ziyanı var ki? Yəni sonra Zəngəzurla bağlı müəyyən o məsələlər müzakirə olunsun. Yəni biz düşünürəm ki, bu şeylərdən istifadə etmək. Ulu babası demək istəyirsə yəqin ki. İlham Əliyev deyir babam. Mən indi bilmirəm. Yox, babamın məzarı. Atasının atası. Atasının atasının məzarı Naxçıvandadır. Onda ulu babası. Ulu babasından söhbət gedir. Çünki biz keçən dəfə bu barədə danışdıq. Tamaşaçılarımızdan ürəklər gəldi. Bəli. Fikir səsləndirdilər. Hətta Naxçıvanlı ziyalılar mənə zəng etdilər ki, axı sən bilirsən. Deyir o bilmir, sən ki bilirsən. Cənab prezidentin babasının məzarı hardadır? Ulu öndərimiz Heydər Əliyevin atası Əlirza kişinin məzarı Naxçıvan şəhərindədir. Əlirza kişi düzdür. O Naxçıvana köçüb, o tarixdən də bilinir. Bəli, Naxçıvana köçüb, amma Ulu babasının məzarı oradadır. Ümumiyyətlə Zəngəzur prezident İlham Əliyevin atasının yurdudur, tarixi torpağımızdır. Yəni Ulu öndərimiz Naxçıvanda doğulsa da, amma Ulu öndərimizin atası Qərbi Azərbaycanda doğulub. Ona görə də ora hamımızın cənab prezidentin vətənidir. Azərbaycanda yəni ən qədər məşhur adamlar var ki, günü bu gündə. Bunların əsli nəsli oradandır. Yəni Qərbi Zəngəzurdandır. Təkcə indi İlham Əliyev biz prezidentdir deyə bir nömrəli şəxsdir. Onu misal çəkirik. Misal çəkiləcək adamların sayı çoxdur. Yəni oran əsli oradan olan.